Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'ine. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Bugünden itibaren Allah'ın izniyle yeni bir mevzuya başlayacağız. Ve mevzumuz Allah'ın izniyle tevhid hakkında olacak. En birinci dersimizin ünvanı bir neçə dərslər olacaq inşallah tövhidlə bağlı. Birinci dersin ünvanı Hakkullahi alel ibad. Yani Allah'ın kulları üzerinde olan hakkı. Allah'ın kulları üzerinde olan hakkı. Əslində bir neçə suallar verəcəyik. Sonra sualların da cavablarını hem kitabdan hem de inşallah ki öz aramızda müzakirə edəcəyik. Birinci sualda əslində elə bir sualdır ki bu insanların əksəriyyəti doğru cavabla cavablandırmır. Soruşdaq ki insanlardan Limədə xalaqanallahu subhanahu ve teala. Niyə görə Allah subhanahu teala bizləri xalq edib? Bu gözəl bir sualdır. Bunu insanlara versək, insanların cavabları müxtəlif olacaq. Bəzi insanlar deyəcəklər ki, yaradılmışıq ki, yeyib içmək üçün. Digərləri deyəcək ki, yaradılmışıq ki, ailə həyatı qurmaq üçün və digərləri bu dünyanı yaşamaq üçün. Şübhəsiz ki, bunlar hamısı ləbuddur. Madam ki, biz bu dünyada yaşayırıqsa. Lakin bunlardan öncə cavabı belə deyək, Allah'ın kitabında görürük və bilirik. Bilmək lazımdır ki, qayə bu deyil, hədəf bu deyil ki, biz bu dünyaya gəlmişiksə, Allah bizi yaradıbsa, yemək üçün, içmək üçün və yaxud ailə qurmaq üçün, uşaqların sayını artırmaq üçün, iş qurmaq üçün və s. Biraz öncə dediyim ki, bunlar ləbuddur. Lakin bilmək lazımdır ki, Allah subhanahu wa ta'ala bizləri xəlq edib ki, biz ona ibadət edək. Dəlil nədir? Dəlil odur ki, Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ Mən cinləri və insanları yarattım ki, mənə ibadət etsinlər. Mən cinləri və insanları yarattım ki, yalnız mənə ibadət etsinlər. Deməli, cavab nə cür idi? Xalaqanallahu subhanahu wa ta'ala lina'budahu və la nuşriku bihi şey'ən. Gözəl. Biz bildikdən sonra ki, Allah subhanahu wa ta'ala bizi xəlq edib ki, ona ibadət edək və həmçinin ikinci məsələni bilməliyik ki, biz Allaha ibadət edək. İkinci məsələdə nə idi? Bu ibadətlərdə heç bir məxluqu Allaha ortaq qoşmayaq. Heç bir məxluqu Allaha ortaq qoşmayaq. Elə əsl olan da budur. Əsl olan da budur. Çünki Quran-ı Kərimə baxanda Allah subhanahu wa ta'ala peyğəmbərlərin göndərilmə məqsədini, hədəfini bizə bəyan edir. Buyurur ki, وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنِ اعْبُدُوا اللّٰهِ Allah subhanahu wa ta'ala Nəhl surəsinin 36-cı ayəsində buyurur ki, biz bütün peyğəmbərləri göndərdik ki, nəyə görə? Onlar insanları tək olan Allaha ibadətə çağırsınlar. Bütün peyğəmbərlərin gəliş məqsədi budur. Yəni onlar niyə görə göndəriliblər? Göndəriliblər ki, insanlara tək olan Allaha tanıttırsınlar. Tək olan Allaha ibadətə çağırsınlar. وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا Fikir verdiniz, onların gəlmək məqsədləri nədir? Dərhal göndərilişi Allah subhanahu ta'ala bəyan etdikdən sonra dərhal onların vəzifələrini ardınca xəbər verir. Əni-ibudullah, insanlara desinlər ki, Allaha ibadət edin. Və həmçinin digər ayələrə baxanda da görürük ki, bütün peyğəmbərlər öz qövmlərinə nə deyiblər? Ya qavmi, mə ləkum min ilahin qayru. Ya qavmi, mə ləkum min ilahin qayru. Ey qövmüm, sizə nə olub ki, Allahdan qeyrilərinə tapınırsınız? Ey qövmüm, sizə nə olub ki, Allahdan qeyrilərinə tapınırsınız? Görünür ki, onların da vaxtında insanlar bizim vaxtımız olduğu kimi Allahdan qeyrilərinə ibadət edirdilər. Bütün peyğəmbərləri elə Allah subhanahu teala buna görə göndərib. Bildiyiniz kimi Adəm əleyhissalamla Nuh əleyhissalamın arasında 10 əsr bir rivayətdə, digər bir rivayətdə 6 əsr deyənlər var. Rivayətlər müxtəlifdir. Həmin o 10 əsrin içərisində insanlar tək olan Allaha ibadət edirdi. Adəmlə əleyhissalam, Nuh əleyhissalamın arasında olan məsafə dedik ki 10 əsr, bir era və yaxud 6 əsr. Sonradan insanlar başladılar nə etməyə? Məxluqlara, bütlərə, daşlara, ağaclara ibadət etməyə. Elə bundan sonra da Allah subhanahu teala Nuh aleyhissalamı ilk olaraq peyğəmbər göndərdi. Həmçinin Nuh aleyhissalamın dəvətinə də baxanda bildiyiniz kimi Allah subhanahu teala onun haqqında xəbər verir ki,
1000 ildən əksik 50 il Allah yoluna dəvət edib. 950 il. 950 il Allah yoluna dəvət edib və dəvəti ilə üzr eləyib gecə gündüz. Deyir ki, Allah Subhanahu taala onun dili ilə Rabbi da'uti qavmi leylən və nəhara. Ey Rəbbim, qavmümü gecə və gündüz dəvət etdim. Fikir verirsiniz, gecə və gündüz. Hətta Subhanallah bəzi rivayətlərdə gəlir ki, onun tuturdular, ağzını bağlayırdılar. O yenə buna baxmayaraq ibadət olunacaq yerləri göstərir. Deyək ki, namaz qılırdılarsa qövmü namazın yerlərini göstərirdi əllərindən. Belə işarələrlə dəvətdən dayanmır. Dəvətdən nədir? Dayanmır. Bu da faydalardan biridir ki, bizim üzərimizə olan, biz də Allahın dininə dəvət ediriksə, gərək Allahın izni ilə, gücü və qüvvəti ilə möhkəm olaq və dəvətdə biz də dayanmayaq, bacardıqsa. Deməli, mövzumuza dönürük. Limədə xalaqanallahu subhanahu və teala. Niyə görə Allah subhanahu və teala bizləri xəlq edib? Cavab olaraq dedik ki, xalaqanallahu lina'budahu və la nuşriku bihi şey'a. Allah bizi xəlq edib ki, ona ibadət edək və bu ibadətlərdə heç bir şey ona şərik qoşmayaq. Kimsə birdən soruşar ki, bu heç bir şeyi hardan çıxartdınız? Yenə elə cavabını Allahın kitabı ilə cavablandırırıq. Yenə Allah subhanahu teala Nisa surəsinin 36-cı ayəsində buyurur ki, "Va'budullaha və la tuşriku bihi şey'a." Fikir verin subhanallah. Allah subhanahu teala orada əmr edir. Buyurur ki, "Va'budullah." Allaha ibadət edin. "Və la tuşriku bihi şey'a." Və ona heç bir şeyi şərik qoşmayın. Ərəb dili qrammatikasına baxanda görürük ki, orada əmrin forması nəkirada gəlir. Nəkirada nədir? Ümumiyyəyə dəlalət edir. Ümumiyyəyə dəlalət edir. Yəni nə deməkdir bu? Yəni bir mənada istərsə mələklər, istərsə peyğəmbərlər, istərsə imamlar, istərsə seyidlər, istərsə insanlar kim olursa olsun, heç bir məxluqu Allaha ortaq qoşmaq olmaz. Elə buna görə də müəllif buyurur ki, rahimehullah, "Və la nuşrikə bihi şey'a." Heç bir şey Allaha ortaq qoşmayaq. Heç bir şey Allaha ortaq qoşmayaq. Dəlili də dedi ki, Allah Subhanahu teala Quran-ı Kərimdə Əz-Zariyat surəsi 56-cı ayəsində buyurur ki, təkrar olaraq, "Və mə xalaqtul cinnə vəl insə illə liya'budun." Mən cinləri və insanları yaratdım ki, yalnız mənə ibadət etsinlər. Həmçinin Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hədisdə buyurur ki, "Haqqullahi aləl ibadi ən ya'buduhu." Allahın qulları üzərində haqqı odur ki, Allahın qulları üzərində haqqı odur ki, qulları ona ibadət etsinlər. Qulları ona ibadət etsinlər. "Və la yuşriku bihi şey'a." Və heç bir məxluqu ona ortaq qoşmasınlar. Muttəfəqun aleyh hədisi İmam Buxari və Muslim rivayət etmişdilər. Subhanallah, bu şirk məsələsi haqqında müstəqil dərslərimiz olacaq inşallah. Bu kitabı inşallah davam edəcək Allahın izni ilə. Dərsin önündə dediyim kimi, yəni bir neçə dərslərimiz inşallah ki, elə bu mövzularla olacaq. Yəni tövhid, sonra bidət, böyük şirk, kiçik şirk, hansı ki bunlar mühüm olan məsələlərdir. Bunları gərək öyrənək. İbadət məsələsinə, tövhid məsələsinə gəldikdə, şirk məsələsinə gəldikdə o qədər mühümdür ki, subhanallah, yəni Allah subhanahu wa ta'ala dedi ki, peyğəmbərləri göndərib ki, peyğəmbərlər neynəsinlər? Qövmlərini çağırsınlar ki, tək olan Allaha ibadət etməyə. Burada bir dənə mühüm mövzu var, mühüm bir məsələ var. Peyğəmbərlər deyirlər ki, "Ya qavmi mə ləkum min ilahin qayru." Min ilahin. İlahin kəlməsi yəni bir mənada nədir? Rab kəlməsindən fərqlidir. Rab başqadır, Rəbb, ilah başqadır. Yəni onlar birbaşa uluhiyyət tövhidinə dəvət edirdilər. Biz bunu hardan bilirik? Ayətin siyağına baxırıq, görürük ki, onlar birbaşa nədir? Uluhiyyət tövhidinə dəvət edirlər. Heç bir peyğəmbər demədi ki, "Ya qavmi mə ləkum min rabbin qayri." Fikirirsiniz, bir dənə ayə yoxdur Quran-ı Kərimdə. Məfhumdur bu qayda? Yəni peyğəmbərlərin heç biri qövmünə demədi ki, "Ey qövmüm, sizə nə olub ki, Rəblə başqa bir Rəbbə ibadət edirsiniz?" Fikir verirsiniz, birbaşa min ilahin. Yəni onların gəliş məqsədi nə idi? Gəliş məqsədi uluhiyyət tövhidinə dəvət idi. Uluhiyyət tövhidinə dəvət idi. Biz burada nəyi fayda götürürük? Onu fayda götürürük ki, biz də dəvət eləyəndə bəzi firqələrdən fərqli olaraq nədir? İnsanları namaza, oruza, zəkata, məscidə və digər yerlərə yox, digər ibadətlərə yox. Düzdür, bunlar ibadətlərdir, olmalıdır. Lakin o ibadətlərin başına dayanan nədir? Tövhid. Yəni bunu da biz özümüzdən çıxarmamışıq. Bunu da peyğəmbərlər bu cür eləyib. Bunu da Allah bu cür məşru edib. Subhanahu teala. Sonra ondan sonra da sahabelər də radiyallahu anhum bu cür. Yəni peyğəmbər sallallahu əleyhi və səlləm Muad bin Cəbəli Yəmənə göndərir. Nə deyir ona? Deyir ki, elə bir qövm yanına gedirsən ki, onlar əhli kitab. Onlara ən birinci nə öyrət? Tövhidi.
Fikir verirsiz, bütün peyğəmbərlər bu cür olublar. Sonra burada bir yenə fayda var. Dəvətlə bağlı. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Muaz bin Cəbəli Yəmənə göndərəndə Muaz bin Cəbəl radiyallahu anh alim idi. Üstəlik də qazi idi. Sirasında keçir, onun tarixinə baxanda keçir ki, orada kənə qadiyən. Qazi bilsin nə deməkdir? Yəni qazi indiki vaxtda, indiki dirasa ilə, oxumaqla universitetlərdə ən azından 25 il vaxt lazımdır. Qazi olmaq üçün ən azından 25 il gərək bir insan oxusun ki, qazilik səviyyəsinə, vəzifəsinə çatsın. Fikir verirsiniz. Ona görə Muaz bin Cəbəl nə idi? Radiyallahu anh, qazi idi. Nədir fayda bizə burada? Dəvət edən insan da gərək elmli olsun. Yəni sıradan birisi deyil. Dəvət edən insan nədir? Elmli olması ləbud. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm Muazı seçmişdi. Sahabelərdə nə qədər var idi? Radiyallahu anh. Hər hansı birini göndərirdi, xeyr. Düzdür, digər sahabelər də alim idilər, savadlı idilər. Lakin Allah Resulü sallallahu əleyhi və səlləm baxırdı ki, hansı sahabə daha münasibdir? Hansı sahabə daha münasibdir? Sonra burada barakallahu fikum yenə sual gəlir. Gəlir ki, mə hiyəl ibadə? İbadət nə deməkdir? Biz həmişə eşidirik, deyirik ki, ibadət və həmişə öyrənirik, çalışırıq ki, öyrənək. Bu dərsimizdə də dedik ki, Allaha ibadət etmək. Allaha ibadət etmək və abudullah və la tuşriku bihi şeyə. Allaha ibadət edin, ona heç bir şeyi ortaq qoşmayın. Kimsə birdən soruşar ki, əslində soruşmaq haqları da var. Mə mə'nə əl-ibadə? İbadət nə deməkdir? Biz ona nə cür tərif edəcəyik? Tərifi bu cür nədir ki, ismun cəmi'un limə yuhibbuhullahu minəl əqvali vəl-əf'al. Başqa bir ləfizdə gəlir. Buna bu tərifi Şeyxülislam İbn Teymiyyə rahimehullah verib. Minəl əqvali vəl-əf'ali əl-batinə və zahirə. Yəni Allahın sevib razı qaldığı sözlər və əməllər zahirdə və batində. Zahirdə və batində olan ibadətlər hamısı nədir? Sözlər və əməllər hamısı ibadət. Allahın sevib razı qaldığı sözlər və əməllər zahirdə və batində. Bunlar hamısı nədir? İbadət. Bunlar hamısı ibadət. Deyək ki, misal üçün dua etmək. Dua etmək ibadətdir. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, dua huvel-ibadə. Dua huvel-ibadə. Deyir ki, dua deyir ibadətdir. Duanın özü ibadətdir. Mücərrəd olaraq dua var, bu ibadətdir. Bir lafızda gəlir, bunu fayda üçün deyirəm. Dua muxul-ibadə, dua ibadətin beynidir. Bu hədis zəifdir. Bu hədisin əsli yoxdur, əsli yoxdur. Sahih olan hansı idi? Dua huvel-ibadə. Sonra ibadətlərdən misal olaraq namaz qılmaq, həmçinin xuşu, oruç tutmaq, bütün ibadətlər, istərsə zahirdə olsun, istərsə batində, yəni batində qəlbi ibadətlər, istərsə də bizim etdiyimiz namaz, oruç, zəkat və sözlər və əməllər. Sözlər də nədir? Əməllər hamısı nədir? Allahın sevib razı qaldığı sözlər və əməllərə ibadət deyilir. Ümid edirəm ki, bu qədər kifayətdir. Allah nəsib eləyərsə gələn dərslərdə inşallah ki, davam edəcəyik. Uca Allahdan dilərəm ki, Allah subhanahu teala eşitdiklərimizi bizim üçün faydalı etsin. Və bizə Allah nəsib eləsin ki, Allahın haqqında elm öyrənək. Elə əsl olan da budur. Allahın haqqında elm öyrənək və Allaha doğru şəkildə ibadət edək. Bu qədər barakallahu fikum. Subhanakallahu və bihamdik. Əşhədu an la ilahe illə əntə əstəğfiruka və etûbu ileyk.